Salam hörmətli. Salam hörmətli izləyicilər, bir daha xoş gördük. Deməli biz bu gün sizə test bankamızın nümunəsi əsasında yeni bir sınavımızı təqdim etməyə çalışacağıq. Deməli məqsədimiz bilgi və sertifikasiya hazırlaşan həmkarlara eyni zamanda abituriyentlərə dəstək verməkdir. Siz də kanalımıza abunə olub bəyənib paylaşmağı unutmayın. Deməli bir şeydə diqqətə çatdıraq ki, Naxçıvan Muxtar Respublikasında keçirilən sertifikasiya imtahanında deyilənlərə görə daha çox müasir dövrə üstünlüyü verildiyi üçün biz də bu ümumi sınavımıza demək ki 70% məhz müasir dövrə üstünlük vermişik. Deməli, başlayaq sınavımızın izahına. Deməli, sınavımızın birinci sualı belədir. 6-cı sınıf ortalararası asanilər və 7-ci sınıf ikinci yarısında isə ərəblər üçün ümumi oxşarlıq təşkil edir. Azərbaycan ərazilərinin işğalını başa çatdırmaları, xeyri üçüncü əsrdə asanlar artıq bunu başa çatdırmışdı. Azərbaycan torpaqlarının bir inzibati ərazi bölgüsünə daxil etmələri bu doğrudur. Şərt torpaq paylanmağa başlanması xeyr üçüncü əsrdə artıq bu Sasanlarda var idi. Dini mənsubiyyətinə görə can vergisi almaları xeyr Sasanlarda bütün vergi veren əhalidən, yəni can vergisi olan gecə alınırdı. Məhz doğru cavab 2-dir, B bəndi. Deməli, 17-ci əsrin 40-cı illərində İngiltərə və 20-ci əsrin ikinci 10 illik Azərbaycan üçün oxşarlıq deməli, aqrar qanun verilməsi Azərbaycan aqrar qanun qəbul olunmadı. Çünki parlamentə siyasi çəkmə səbəbilə baş tutmadı. Layihə hazırlansa da, amma İngiltərədə olub. İlk dəfə parlamentin çağırılması bu İngiltərə 1265-dir. Parlamentin siyasi məhbuslara amnistiya verilməsi hər ikisində olub. Ölkə ərazisinin işğala məruz qalması 1920, bu yalnız ikinci 10 ildə AXC-yə uyğun gəlir. Məhz doğru cavab 3-dür, D bəndi. Növbəti sual. Azərbaycan partizanları Mehdi Hüseynzadə 1957-ci Sovet İttifaqı qəhrəmanlığı almışdır. Doğrudur. Əhmədiyə Cəbrayılov, Daniel Abdullayev ilə birlikdə Fransa hərbi ordenini alan ilk Azərbaycan olmuşdur. Xeyr, birinci Dünya müharibəsində Səməd bəy Mehmandarov və Əli Xaşıxınskdə Fransa ordeni ilə, yəni hərbi ordeni ilə təltif olunmuşdur. Bu yanlış, uyğunlaşmadır. Vilayət Hüseynov İtaliyada Mussolini həbs edən partizanlardan biri olmuşdur. Doğrudur. Cavad Həkimli İtaliya və Yugoslaviya partizanları birlikdə faşizmə qarşı mübarizə aparırdılar. Bu doğrudur. Aliyə Rüstəmbey və Alfa Şirazi ilə birlikdə Belarusiya və digər ərazilərin partizan hərəkatlarında iştirak etmişdir. Bu da doğrudur. Deməli, sualda bizdən istəyir ki, sxemdə verilənlərdən neçəsi doğru uyğunlaşdırılmamışdır. Burada Əhmədiyə Cəbrayılov olan, yəni məhz sxem doğru uyğunlaşdırılmayıb, yalnız biri C bəndi. Akkad və Makedoniya dövlətlərinin işğallarının nəticəsi kimi götürülmək olar. Ərazilərin digər qitəyə yayılması, Makedoniyada olsa da, yəni Akkad yalnız Asiya qitəsində işğallar aparıb, İpək yolunun nəzarətin ələ keçirilməsi bu Makedoniya işğalları nəticəsində baş verib. Tabi etdiyi əhalinin mədəniyyətinin yayılması, bəli, 338-ci ildə Makedoniyalı Yunanlar məğlub edir, sonraki işğallarda Yunan mədəniyyətini yaymışdılar. Elm mədəniyyəti adı ilə Akkadda Şumer mədəniyyətinin növbəti işğal etdiyi ərazidə yaymışdı. Bu doğru cavabdır. Məhz C bəndi. Xəritədə verilmiş dövlətlər üçün oxşarlıq təşkil edir. Yəni 1 İngiltərə, 4 Fransa, 2 Almaniya, 5 Rusiya və Çar Rusiyası, Sovet Rusiyası belə. 3 də Türkiyə Respublikası və Osmanlıdır. Baxaq, 1-də də 2 ilə 5-i verir. Deməli 2 ilə 5 də Almaniya və Sovet Rusiyası və Çar Rusiyasıdır. 20-ci əsrin ikinci 10 ilində Respublika üsulu yaradılmışdır. Bəli, 1918 9 noyabrda Almaniyada, 1917 sentyabrın 1-də isə Rusiyada bir doğrudur. 2-də 3-ü verib, yəni Osmanlı və ya Türkiyə Respublikasında Kütül Amara döyüşündə, Həlləcə məğlubiyyətdən xilas olmuş dövləti məğlub etmişdir. Biz bilirik ki, Osmanlı Kütül Amarada qalib gəlib, amma İngiltərə, Marada da isə Həlləcə məğlubiyyətdən xilas olan dövləti Fransadır, onun üçün səhvdir. 3-də verib 1-lə 4-ü, yəni Fransa və İngiltərəni yutulan dəniz döyüşündə iştirak etmişdir. İngiltərə iştirak etməyən Fransa yox, Almaniya olmalı, yəni 1-lə 2 olmalı, bu da səhvdir. 4-də isə 5-i verib 1917-ci fevral inqilabın başlanması ilə 1-ci Dünya müharibəsini tərk etmişdi. Xeyr, 1918 martın 3-də Brest-Litovsk müqaviləsi ilə tərk edib. Onun üçün doğru uyğunlaşdırılmış cavab yalnız 1-dədir, o da D bəndidir. 6-cı sual uyğunluğu müəyyən edir. 1989-cu il sentyabr, 89 dekabr, 91 oktyabr. Milli Şuranın yaradılması haqqında razılığa gəlinməsi 91 oktyabrdır. Konstitusiya qanunun qəbul edilməsi bu 1989 23 sentyabrdır. Gəncənin tarix adının bərpa olması 1989 dekabrın 30-udur. Deməli, olacaq 1-ə B, 2-yə C, 3-ə də A, məhz B bəndi doğru cavabdır. 7-ci sual, deməli, Kiril əlifbasına keçilməsi, Qobustan monarxının nəşr edilməsi, əlifba komissiyasının yaradılması, Azərbaycan Sovet ensiklopediyasının nəşr edilməsi, Leyli və Məcnun operasının yaradılması, verilənlərdən hansıları Azərbaycan tarixində ilk kinonun çəkilməsi ilə Arşın Malalan filminin çəkilməsi aralığı tarixinə uyğun gəlir.
Əlif deməli ilk kinomuz 1916-cı il Neft və Milyonlar Səltənətində də Arşın Alan filmi də 1945-dir. Deməli Kiril əlifbası keçirilməsi 1940-da bu uyğun gəlir. Qobustan monarxi 1969-da uyğun gəlmir. Əlifba komissiyasının yaradılması 1922-də uyğun gəlir. Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi 70-80-ci illərdə uyğun gəlmir. Leyli və Məcnun operasının yaradılması da əvvəldir 1908-ci il. Onun üçün cavab 1-dən 3 B bəndidir. 8-ci sual. 3-cü Vaçaqandan fərqli olaraq Urunayır və 2-ci Vaçe bitpərəstə təqib etmişdir hər ikisi. Birinci minillik birinci yarısında hakimiyyətə gəlmişdir hər ikisi, yəni 313-487-də. İşğalçı müharibələrdə iştirak etmişdir. Bu Urunayıra aiddir. Məhz Ahmet döyüşünü götürmək olar. 1-ci Sasani şahlarından asılı olmuşdur hər ikisi. Müstəqillik üçün bir sıra tədbirlər görmüşdür hər ikisi. Biri kilsəni gücləndirməklə, birisi üsyandan. C. Sasanilər tərəfindən hakimiyyətə son qoyulmuşdur. 463-cü ildə məhz 1-də C, 2-də C cavab Y bəndidir. Xronoloji müəyyən edin. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr seçilməsi 1991-ci il 3 sentyabr. Qarabağ Xüsusi İdarə Komitəsinin yaradılması 1989 yanvar. Azərbaycan Aviaeskadriyasının yaradılması 1992 fevral. Ağdərə əməliyyatının həyata keçirilməsi 1992 iyun-iyul ayları. Daha çox iyul ayına düşür. Deməli, burada olacaq 21-34 məhz E bəndi. Eyni əsrdə baş vermiş hadisələr, deməli, ya eradan əvvəl hər ikisi olmalı, ya da bizim erada olmalı. Baxırıq, Yunanların koloniya salması, deməli, eradan əvvəl 8-ci əsrdən başlayıb, 6-cı əsrdən bitib. Roma şəhərinin əsasına qoyulması 753-dür. Deməli, cavab elə A bəndidir. Təzminat ödəmə öhdəsini götürmüşdür, bir sıra ərazi itirmişdir, mövcud idarə sistemi süqut etmişdir, tamamilə işğal olunmuşdur. Verilənlərdən neçəsi Almaniya üçün 2-ci Dünya müharibəsinin nəticələrini 1-ci Dünya müharibəsinin nəticələrindən fərqləndirir. Deməli, baxır, təzminat ödəməsi oxşardır, bir sıra ərazi itirməsi oxşardır, mövcud idarə sistemi, bəli, bir də imperiya süqut edib, 2-də faşist diktaturası tamamilə işğal olunmuşdur. 2-cidir, məhz biri E bəndi fərqləndirir, 2-cini birdən. 12-ci sual. Versal konfransı Potsdam konfransından fərqləndirmir. Dünya müharibəsindən sonra çağırılmışdır. Bu fərqləndirir. Çünki Potsdam 2-ci Dünya müharibəsinin gedişində çağırılmışdır. Düzdür, Avropada müharibə etsə də, amma Yaponiya təslim olmamışdı. 2-yə baxırıq, dünyanın müharibədən sonraki taleyini həll edilmişdir. Bəli, hər ikisi bu fərqləndirmir. 20-ci əsrin 1-ci rübündə baş vermişdir. Xeyr, Potsdam 2-ci rübündə ya 45-də baş verib. Amma Versal 19 idi, 1-ci rübü idi. SSR və digər dövlətlərin iştirakı ilə təşkil olunmuşdur. Xeyr, bu Potsdama aiddir. Məhz 2 fərqləndirmir. Cavab məhz A bəndidir. Kəlbəcərin 13-cü sual. Kəlbəcərin işğalı, Şuşanın işğalı, Qarakənd faciəsi Gənc Respublikanın ilk siyasi böhranı idi. Bəli. Əbülfəz Elçibəyin, yəni bu 3-ə gedəcək A. Əbülfəz Elçibəyin hakimiyyətini sarsıtdı. Bu Kəlbəcərdir. 1-ə gedəcək B. İranda danışıqlar aparıldığı dövrdə baş vermişdir bu Şuşanın işğalı 92 mayda. Bu gedəcək 2-yə, gedəcək 2-yə. Deməli, Ayaz Mütəllibovun prezidentliyi vəzifəsini icra etdiyi dövrdə baş vermişdir. Bu prezidentlik dövrü Şuşa uyğun gəlsə də, amma prezident vəzifəsindən uzaqlaşdırılmışdı martın 5-6-sında. Yalnız mayın 14-də qayıda bilmişdi. Ona görə bu gedəcək yalnız Qarakənd faciəsinə, deməli 3-ə gedəcək. Siyasi böhran son həddə çatdırmışdır. Bu da Kəlbəcərdir. Məhz doğru cavab 1-ə B-yə, 2-yə C, 3-ə A, C bəndidir. Qəbilə və tayfaların mövcud olduğu dövrlər üçün ortaq olmayan cəhət, yəni üst paleolitdən erkən Tunca qədər qəbilədir. Tayfalar isə Tuncdan başlayır davam etməyə. İnsanların oturaq təsərrüfatla məşğul olması oxşardır. İstehsal təsərrüfatının mövcud olması oxşardır. Metaldan əmək alatının hazırlanması Eneolit dövründə olduğu üçün bu oxşardır. Yeni dini ailələrin meydana gəlməsi bu da oxşardır. İnsanların bir-birlə mübadə etməsi bu erkən Tuncadan, yəni tayfadan başlayıb. Ona görə yəni ortaq olmayan cəhət E bəndidir. Deməlidir ki, 15-ci sualda xəritədə nömrələnmiş ərazilərə aid yanlış verilmiş bəndi müəyyən edin. Deməli, 4 Kəlbəcərdir, 3 Laçındır, 1 Şuşadır, 5 Qubadlıdır, 2 Zəngilandır, 6 Cəbrayıldır, 7 Füzulidir. Deməli, 6 ilə 7-ni ada verib, eyni gündə ermənilər tərəfindən işğal olunmuşdur. Bəli, 93-23 avqust tarixində bu doğrudur, yanlış istəyir. 3-4, 3 tərəfli bəyanatla işğaldan azad olunmuşdur. Bəli, bu da doğrudur, yəni Kəlbəcərin Laçın. Biri istəyir C-də, işğal olunması ilə ermənilər Dağlıq Qarabağın işğalını başa çatdırmışdır. Bəli, Şuşanın işğalı ilə 92
mayın 8-də D-yə baxırıq 5-6 Şərqi Zəngəzur iqtisadi rayonuna daxil edilmişdir. 5 ilə 6 bəli, bu da doğrudur. Çünki Şərqi Zəngəzura daxil olan yəni 3 Laçın, 5 Qubadlı, 2 Zəngilan və 6 Cəbrayıl idi. Doğru verilmişdir. Bu da E bəndinə baxırıq 2 və 4-ü verib. Deməli 93-cü payızında ermənilər tərəfindən işğal olunmuşdur. Xeyr, Kəlbəcər aprelin əvvəlində işğal olunub, yəni yazında işğal olunub. Onun üçün yanlış verilən E bəndidir. Verilənlərdən hansıları Əbülfəz Elçibəyin prezidentlik dövrünə uyğun gəlir? Prezident Elçibəyin prezidentlik dövrü 92 7 iyun və 93-cü il iyun 17-sinə qədər real idarə edib. Milli valyutanın manatın dövrəyə buraxılması doğrudur, uyğun gəlir. 3 rəngli bayraq qəbul olunması ondan əvvəl 91 5 fevral Azərbaycan Respublikasındadır. 90 noyabr isə Naxçıvan Muxtar Respublikasında olub. Azərbaycan müstəqilliyinə səs verən referendum keçirilməsi 91 dekabrda, bu da görmür. Sonuncu Azərbaycanlılar Ermənistandan qovulması bu 91-ci ilin yanvarıdır, bu da uyğun gəlmir. Yalnız bir uyğun gəlir, bu da C bəndidir. Cəlbədə verilmiş prezidentlər üçün hadisələrdən hissəsi ümumi oxşar cəhətdir. Əbülfəz Elçibəy, İlham Əliyev. Ağdərə rayonunun ermənilərdən azad olunması 92-ci il Ağdərə əməliyyatı ilə Elçibəyin dövründə, antiterror əməliyyatı ilə də İlham Əliyevin dövründə bir ortaqdır. Rusiya Federasiyasının vasitəsilə atəşkəs əldə etməsi bu İlham Əliyevə aiddir. Götürə bilməli ortaq cəhət kimi. Rus ordusu Azərbaycanın çıxarılması bəli 1992-də Elçibəyin dövründə, 2024-cü də İlham Əliyevin dövründə bu baş vermişdi. İkisi ortaqdır. 20-ci əsrdə prezident seçilməsi xeyr, İlham Əliyev üçün 2003-cü ildə prezident seçilib, 21-ci əsrdir. Xarici dövlətlər neft və qaz müqavilələri imzalaması da prezident İlham Əliyevə aiddir. Məhz ikisi bu da D bəndində öz əksini tapmışdır. Xəritədə ulduzla verilmiş şəhərlərlə bağlı oxşarlığın verilmədiyi bənd. Şəhərlər, yəni Gəncə və Bakı nəzərdə tutulub. AXC-nin paytaxtı olmaları doğrudur. SSR dövründə mühüm sənaye mərkəzləri olmaları düzdür, bu da doğrudur. 19-cu 70-ci ildə şəhər islahatından keçirilməsi xeyr Bakıda olsa da, Gəncədə 90-cı illərdə oldu. Bakıdan fərqli olaraq həm də tam şəhər islahatı olaraq keçirilmişdi. Müəllimə ssenarisi bəli 14-də Gəncədə, 16-da Bakıdadır. Nizamın heykəlinin uzadılması bu da hər ikisində olmuşdur. Məhz doğru cavab C bəndidir. Eyler Venn diaqramına müqayisə edin. Bakıxanov və Heydər Hüseyniyev tariximizə aid əsər yazmışdı hər ikisi. A gedəcək ortağa. Stalin mükafatına layiq görülmüşdü. Heydər Hüseyniyev də B gedəcək 2-yə. Sonra xan nəslindən olmuşdur. Gedəcək 1-ə C gedəcək. Sovet dövr tarixçilərindən idi. Bu da Heydər Hüseyniyevdir. Məhz doğru cavab D bəndidir. 20-ci sual. 4-cü yüzilin 50-ci illərində Sasani hökmdarı müttəfiqlərdən Alban və Hunlardan ibarət böyük bir ordu ilə Roma ərazisinə daxil oldu. Onun əsas məqsədi Suriya torpaqlarını ələ keçirmək idi. Lakin Fərat çayının daşması və şiddətli daşqınların yaratdığı təhlükə nəticəsində yürüşün istiqamət dəyişdirilərək indiki Türkiyənin Diyarbakır şəhərinə tərəf yönəldildi. Verilən proseslər nəticəsində Dizrav döyüş baş verdi. Xeyr, Amit döyüş baş verdi 59, 3-cü Dizrav 71-dir. Bağlanmış müqavilə əsasında Albaniya, Girdman, Uti, Sakasinin ərazilərini Romadan geri aldı. Xeyr, bu adət yoxdur. 4-cü sonlarında bu baş verir. Həm də yenidən əsasən bunlar çıxarılıbdır. Müttəfiqlər qalib gəldi. Xeyli əsir və qənimət əldə etdilər. Bəli, bu doğru cavabdır. Appiyanın səhv etməsi, ya Marsellenin üzr istəyirəm dediyi məlumatda da bunu təsdiq tapır. Ammiyan Marsellenin deyə baxırıq. Cənubi Qafqaz Roma və Sasani dövlətləri arasında bölüşdürüldü. Xeyr. Roma imperiyası Cənubi Qafqaz və Kiçik Asiyada qovuldu. Xeyr, qovulmadı. Sadəcə müəyyən ərazi itirdi. Cavab məhz C bəndidir. 21 cədvəldə Azərbaycana aid uyğunluğu müəyyən edin. 10-cu yüzün 80-ci illərində, 11-ci yüzün 20-ci illərində baxaq, indi görə bilər nə verir. Şimal hissəsində yeni dövlətin əsasının qoyulması 70-ci illərdə olub. Torpaqların ilk dəfə vahid halda birləşdirilməsi 10-cu əsrin əvvəli və 80-ci illərində olub. Bu doğrudur. Yox, daha doğrusu üzrlü sayın. İlk dəfə yox, yenidən yasayı götürə bilərdik. Diqqətinə yayındı. Cənubunda yeni bir dövlətin meydana gəlməsi, bəli, Rəvvadə dövləti meydana gəlib. 981-ci ildə deməli olacaq 1-ə C. 2-yə baxırıq. Slavyanlar tərəfindən Bərdə faciəsinin törədilməsi 10-cu əsrin 40-cı illərdir, düşmür. Ərazisində yeni türk tayfalar məskunlaşması, bəli, və Sudan Oğuz tayfalar məskunlaşdırılma 28-ci ildə. Ərazisində yeni feodal dövlətin yaranması uyğun deyil. 1-ə C, 2-ə B-dir.
Bu da ABD-də öz əksini tapmışdır. 20-ci əsrin 70-ci illərində İranda inqilab dövründə ən güclü partiya bu İslam Respublikası Partiyası idi ki, cavab ABD-dir məhz. Daha doğrusu burada Müsəlman Xalq Partiyası olmalıdır. Deməli, burada bir anlıq fikrim yayındı. ABD daha doğrusu doğru cavab. Deməli, İslam Respublikası Partiyası ən güclü partiya idi. 23-cü suala baxırıq. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bütün milli dəyərlərə olduğu kimi ərazilərimizə də xəyanət etdi, yəni Sovet Rusiyası. Belə ki, 1920-ci ilin avqustunda Daşnaq Ermənistan ilə bağladığı müqavilə tarixi əzələ torpaqlarımız olan Şərəf Dərələyazı ermənilərə verir və bir sıra ərazilərimizi də mübahisəli elan edirdi. Mətndə haqqında bəhs olunan və mübahisəli olaraq qeyd edilmiş ərazilər xəritədə müəyyən edin. Bir Şərəf Dərələyazı uyğun gəlir. 5, yəni şimal zonasıdır, yəni aidiyyəti yoxdur. Qazax bölgəsidir. 4 Gəncə zonasıdır. Burada 2 ilə, yəni 2 Naxçıvan və 3 Qarabağda onun arasında da Zəngəzurdur. Məhz bunlar mübahisə ərazilərdir. 2 ilə 3 məhz doğru cavab B bəndidir. 24-cü sual. Uyğunluq mənidin qədim Romada plebeylər və kolonlar əsasən orduda xidmət edirdilər. Plebeylər bəli, Respublika dövründə heç bir hüquqlar əldə edə bilmədilər, xeyr etdilər. Vətəndaş müharibəsi nəticəsində konsul seçmək hüququ qazandı, xeyr. Bunlar da vətəndaş yox, çünki hələ vətəndaş nəticədə alacaqlar. 1A uyğun gəlir. Xırda torpaq sahələri var idi, xeyr. İmperiya dövründə yayına gəlib, bəli, azad kəndlər idi. Deməli, 1A, A, 2-yə B, C, məhz doğru cavab C bəndidir. 25-ci sual. Verilənlərdən hissəsi 20-ci əsrin 70-ci illərində ABŞ-nin tarixinə uyğun gəlir. SSR ilə atmosferdə və su altında nüvə silahı sınaqlarının qadağan olunması haqqında razılaşma əldə olundu. Bu 1963-cü ildə Moskvada, yəni uyğun gəlmir. Müdafiə etdiyi rejimlərin müttəfiqlər məğlub olması, bəli, bu Cənubi Vyetnam süqut edir, məğlub olur və İsrail 2 dəfə Ərəb-İsrail müharibəsində 1973-cü ildə məğlub olur. 2 uyğun gəlir. Vyetnam müharibəsinə başlaması xeyli 65-də başlamışdı. İstehsal prosesinin avtomatlaşdırılması, bu da 50-ci illərə aiddir. Yalnız burada 2 uyğun gəlir. A bəndi. 20-ci əsrin 40-cı və 60-cı illəri Cənubi Azərbaycana aiddir. Silahlı inqilabla başlanması 40-a aiddir, amma 60-a aid deyil. Aqrar islahatın keçirilməsi, bəli, birində Pişəvəri, digərində isə Ağ İnqilab adı ilə, yəni əhatə edilən islahatlardan biri də aqrar islahat idi. Məhz doğru cavab B bəndidir. Uyğunluğu müəyyən edin. 27-ci sualda İlham Əliyev, 1-ci prezidentlik dövrü və 4-cü prezidentlik dövrü, 1-ci prezidentlik dövrü 2003-2008-dir, 4-cü prezidentlik dövrü isə 2018-24-cü illərdir. Deməli, baxacaq indi. Sosial-iqtisadi tədbir 1-cidə islahatların 1-ci mərhələsinin başa çatması 2009-dur. Bunu götürə bilməli, konstitusiya dəyişik edilməsi ilə başa çatmışdı. Heydər Əliyev fondunun təsis edilməsi, bəli, sosial-iqtisadi tədbirdir. B, uyğun gəlir 2004-cü ildir. Alov qüllələr kompleksi inşası, bu memarlıqdır, mədəniyyətdir, həm də 2010-cu ilə təsadüf etdiyi 2-ci prezident dövrüdür. 1-ə deməli B olacaq. Burada 4-cü isə siyasi tədbirlər istəyir. Azərbaycanın qoşulmama hərəkatına üzv olması 2011-dir, amma 19-da isə ona rəhbərlik edib. TANAP və TAP layihələrin həyata keçirilmişdir. Bu iqtisadidir, uyğun gəlsə də amma iqtisadidir. Şuşa bəyannaməsinin imzalanması, bəli, 2021-ci ildir, siyasidir. Məhz doğru cavab 1-ə B, 2-yə C-dir, E bəndi. Qədim Azərbaycan tarixində Şumerlərin iki çay arasında gəldiyi dövrə uyğun gələn hadisə, onlar 7-6-cı minillikdə gəliblər. Azərbaycanda bu dövr Neolit dövrüdür. Süns forma meydana gəlməsi Tuncu dövrdə uyğun gəlmir. Axirətdən isə inamın yaranması, xeyr, bu orta paleolit dövr və ya paleolit dövrüdür. Üzümçülük meydana gəlməsi bu orta Tunc dövrüdür. Əkinçiliyin maldardan ayrılması erkən Tunc dövrüdür. Əhalinin ot rəqəti keçməsi məhz doğru cavab E bəndidir. Eyler-Venn diaqramında müqayisə edin. Deməli, burada 47 kənd əsasnaməsi, 70 kənd əsasnaməsi. Bəy və Ağlar kəndlər üzərində ilk dəfə polis və inzibati məhkəmə hakimiyyəti əldə edirdi. Xeyr, bu reskriptdən olub, heç birisinə uyğun gəlmir. Kəndi pul müqabilində bir yerdən azad olunurdu. Bu 70-ə aiddir, 2-ə B gedəcək. Sahibkar kəndlərə aid olmuşdu hər ikisində, 3-ə C gedəcək.
Kəndlilər torpaq satın alıb öz mülkiyyətinə çevirmək hüququ əldə edir. Bu da 2-yə gedəcək. Deməli, B-D-2-yə, C-3-ə. Feodallarla kəndlər arasında münasibətlə qaydaya salınması məqsədilə verilmişdir. Bu da 1-ə gedəcək. Cavab E bəndidir. 33 Mənsa və Ədirnə müqavilələrinə aid oxşar cəhətlər. 20-ci yüzilin ikinci rübündə, bəli, 28-29-da uyğun gəlir imzalanmaları. 1. Ermənilərin kütləvi şəkildə Cənubi Qafqaz köçürülməsi, bəli, 40 min İrandan və də Qacarlardan, 90 min civarında da Osmanlıdan 2 də uyğun gəlir. Qacarlar dövlətinin Rusiyada təzminat ödəməyə məcbur olması, xeyr, bu Türkmənçaya uyğun olsa da, Ədirnə isə Osmanlı bağlılığı üçün bu Qacarlarla əlaqəsi yoxdur. 1-2 məhz A bəndi doğru cavabdır. Xronoloji ardıcılığı müəyyən edin. Naxçıvanski adına orta ixtisaslaşdırılmış məktəbin yaradılması, internet məktəbi bu 1971-dir. Azərbaycan Elmlər Akademiyasının yaradılması 1945 martında yaradılıb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası adlandırılıb. Televiziya qülləsinin istifadə edilməsi 1956 14 fevral olmalıdır. Qobustan almanağının nəşrə başlaması 1969-dur. Deməli olacaq 2, 3, 2, 23, 41, 23, 41 cavab E bəndidir. 32-ci sualdakı Ləmbaranski və Hacı Bababayov üçün məntiqi tamamlayan cümləni istəyir. 20-ci əsrin ikinci yarısında yaşamalar Qasım bəy Hacı Babayov 19-un sonra 20-ci əsrin əvvəllərində görkəmli memar olmuşdur. Bakı şəhərinin gözəlləşməsində mühüm rol oynamaları, bəli, doğru cavabdır. 2. Siyasi proseslərdə aktiv iştirak etməsi, xeyr, bunlar memar idilər. Daha doğrusu Ləmbaranski götürsə də Hacı Babayev memar olub, mədəni xadim olub. Azərbaycan SSR-nin əsas memarlarından olmalı, xeyr, bu Çar İmperiyası dövründə olub. Onun üçün doğru cavab yalnız 2-dir. A bəndi. 33-cü sual. 20-ci əsrin 40-cı illərində çəkilmişdir. Bütün dünyada müvəffəqiyyətə nümayiş etdirilmişdir. Verilənlər hansı filmə aiddir? Bu Arşın Malalan filmidir 1945-ci ildə. Üzeyir Azbərlinin iştirakı ilə. Heydər Əliyevin Yaqub Məmmədovdan fərqli İsa Qəmbərovla oxşarlığı, yəni cəhətini istəyir. Qarabağ müharibəsi dövründə siyasi hakimiyyət təmsil olunması hər üçünə, heç birisində fərqləndirmir. Elçibəyin prezidentlik dövründə qanunverici hakimiyyətə rəhbərlik etməsi İsa Qəmbərlə oxşarlıqdır. Biri 1992-nin mayın 18-dən, biri isə 93-cü il iyunun 15-dən. Gəncə qiyamlar dövründə hakimiyyətdən uzaqlaşdırılması bu İsa Qəmbərə aiddir. Prezident vəzifəsini icra etməsi üçünə də aiddir. Yəni, burada yalnız 2 oxşar gəlir. Bu da 2 cavab B bəndidir. 35-ci sual. 1991-ci il noyabrın 26-sında Ermənilər Dağlıq Qarabağı müstəqil elan etməsi, xeyr, bu 91 sentyabrdır. Milli Şura haqqında qanuna dəyişiklik edilməsi, bəli, 50 üzvdən 25-i iqtidardan, 22-si demokratik qüvvələrdən olmalı idi. 2 doğrudur. DQM-nin ləğv olunması, bu da doğrudur. Milli Şuranın Milli Məclis adlanması 92-ci il 18 maydır. Deməli, burada 2 ilə 3-dür. Cavab C bəndidir. Verilmiş şəxslərdən hansılarına Azərbaycan SSR-in birinci katiblilik dövrünə aid məlumat verilməmiş. Yəni ki, verilmiş şəxslərdən hansılarına Azərbaycan SSR-in birinci katiblilik dövründə, yəni fəaliyyətlərinə aid olmayacaqdır. Mirzəcəfər Bağırov, İmam Mustafayev, Vəli Axundov, Heydər Əliyev, Ayaz Mütəllibov. Ulduz jurnal çap edilməyə başlanması bu 69-dur, Vəli Axundovdur, yəni 59-69-a düşür. Şuşanın kurort şəhərinə çevrilməsi Heydər Əliyevin dövrüdür, bu uyğun gəlir. Məhkəmə və yəni 70-ci illərdədir. Məhkəmə və mülki cinayət məsələlərinin respublikanın ixtiyarına verilməsi bu İmam Mustafayevin dövrünə uyğun gəlir 54-59-cu illərdə. Milli Şuranın yaradılması, Milli Şura yaradılıb 91 oktyabrda. Deməli, Milli Şuranın yaradılması 91 oktyabr. Ayaz Mütəllibov artıq onda prezident idi. Yəni 91 sentyabrdan prezident vəzifəsi seçilmişdi. Ona görə də Milli Şuranın yaradılması onun katibi dövrünə düşmür, prezidentlik dövrünə düşür. Yəni uyğun gəlsə də siyasi fəaliyyət, amma prezidentlik dövrünə düşür, katibi dövrünə yox. Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması da 45-ci ilin martıdır. Bu da məhz Mirzəcəfər Bağırovun dövrünə düşür. Yalnız 5-ə aid doğru məlumat verilməmişdir. 37. Eyler-Venn diaqramında işarələnmiş yerə uyğun gəlməyən hadisə.
Mütəllibovun hakimiyyətə qarşı mübarizə aparmışdır. Bəli. Yeni partiya yaratmışdır. Bəli. Demokratik seçkilə hakimiyyətə gəlmişdir. Bəli. Naxçıvan məsələsində İranla mühüm danışıqlar aparmışdır. Bu Heydər Əliyevə aiddir. Məhz D uyğun gəlmir ortaq cəhət kimi. Deməli, D bəndində elə D verilib, yalnız D. 38. Demokratikləşdirmə prinsiplərinin irəli sürülməsi, ölkənin ilk baş naziri olmaları, böhran nəticəsində istefa vermələri, ölkənin daxili və xarici siyasi xəttini müəyyən etmələri. Verilənlərdən hansılar Cavahirlər Nehru və üzrlü sayın biraz diqqətini yayındı. Bhutto üçün səciyyəvidir, Benazir Bhutto üçün səciyyəvidir. Burada yalnız biri olacaqdır. Çünki ölkənin ilk baş naziri Nehruya uyğun gəlsə də Benazir Bhutto uyğun gəlmir. Böhran nəticəsində istefa verilməsi siyasi böhran nəticəsində Benazir Bhuttoya aiddir. Ölkənin daxili və xarici siyasi xətti müəyyəndəsi Nehrudur. Yalnız ortaq cəhət birdir, o da E bəndində öz əksini tapmışdır. Xəritədə işarələnmiş ərazinin 1-ci və 3-cü Respublika dövrləri üçün oxşarlıq təşkil edir. İşarələnmiş ərazi Şuşadır. Uzun müddət erməni işğalında qalması, ikinciyə uyğun gəlsə birinci də uzun müddət qalmayıb. Separatçılığın qarşısının alınması ortaq cəhətdir. 19 avqustunda 1-ci Respublikada, 2020-ci il noyabrın 8-də isə 3-cü Respublika dövründə mədəniyyət mərkəzi olması 3-ə aiddir. Erməni əhalisinin Azərbaycan hakimiyyəti qəbul etməsi 1-ə aiddir, 2-də köçüb getdilər, qalmadılar. Separatçı erməni siyasi rejiminin paytaxtı olması bu 2-ci Respublika və ya 3-ün əvvəlinə uyğun gəlir. 3-ün əvvəlinə daha doğrusu. Daha doğrusu siyasi mərkəz olmayıb, yəni etmək istəyirlər, dəyişildi. 2-ci Respublikada, 3-də isə Xankəndi idi. Heç bir uyğunluq yoxdur burada. Cavab məhz B bəndidir. 40-cı sual. Xronoloji ardıcılığı müəyyən edin. Heydər Əliyev Avropada ilk rəsmi səfər etməsi 93-cü il dekabrda Fransa etmişdi. İlham Əliyevin Aşbanın vitse-prezidenti və bir özü seçilməsi, yəni 2001-ci ildə baş vermişdi bu. Azərbaycanın NATO-nun Assambleyasına assosiativləşdirilmiş üzvünə qəbul edilməsi 2002-dir. Lissabon samiti 96-cı ildir. Deməli, burada olacaq, deməli, 1 olacaq, 4 olacaq, 1, 4, 1, 4, 3, 2. Daha doğrusu İlham Əliyevin 2003-cü il yanvar olmalı, səhv etmirəmsə. Burada cavab Y bəndidir.